Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə tənliklər mövzusuna bağlı bir neçə sual izahlayacağım və bu suallar üzərində biz bəzi qaydalar öyrənmiş olacağıq. Təbii ki, YouTube kanalımızdan mürəkkəb tənliklər Ağabəyli Səməddin yazaraq da siz dərs sahəsini daha geniş öyrənə bilərsiniz. Başlayırıq. Müəllim, indi burada sual verilir ki, ay müəllim, mən birinci 20-dən 4-ü mü çıxım, yoxsa 20-dən 10-u mu çıxım? Təbii ki, burada ikisini də eləməyiniz doğrudur. Yəni hər iki halda cavab ala bilərsiniz. Amma tövsiyə olunur ki, başqa bir elə bir situasiya yaradıb sizi çaşdırmasınlar deyə bərabərliyə hansı daha yaxındırsa, eyni hüquqlu 2 dənə əməliyyatdan bərabərliyə yaxın olanını daha tez həll etməyiniz tövsiyə olunur. Məsələn, biri vurma, biri toplama olsaydı, burada bilirik də, zəifi aradan çıxarmaq lazımsa, zəifi məhv edirik. Amma ikisi də toplamadır axı, neyniyim müəllim? Bu zaman hansı bərabərliyə daha yaxındsa onu həll edirik. Yəni, nəyin üstünə 4 gəliblər 20 eləyib? 20-dən 4-ü çıxacaq. Bilirsiniz ki, 20-dən 4-ü çıxanda edir neçə? 16 bərabərdir 16. Əla. İndi yenə sualımıza davam edirik. Onun üzərinə nə gəlsəm 16 eləyər? 16-dan 10'u çıxaram. 16'dan 10 çıxanda neçə eləyəcək? Eləyəcək 6 bərabərdir 6. İndi bərabərlik mötərizəyə çatıb. Bir mötərizə sağdan silirəm, birini soldan silirəm. Müəllim 90'ı 6'ya mı bölüm, yoxsa 6'nı 5'ə mi vurum? Baxın, ən çox müdavimin çaşdırdığı hissə. Bərabərliyə hansı yaxındırsa, ikisi də eyni hüquqlu bir əməliyyatdırsa, ikisi də eyni əməliyyatdırsa, bərabərliyə yaxın olanı birinci eləyirsən. 6'nı 5'ə vuracam. 6'nı 5'ə vuranda neçə eləyəcək? Bərabərdir 30. Yəni nəyi 5'ə bölüblər 6 eləyib? 6'nı 5'ə vurdum 30 elədi. 90'ı nəyə bölsəm 30 eləyər? 90'ı 3'ə bölsəm 30 eləyər. Aha, biz bildik ki 90'ı 3'ə böləndə 30 eləyir. Yəni mötərizənin içərisi 3'dür. 7x çıx 11 bərabərdir 3 edir. Buradan da 7x bərabərdir. Bilirsiniz də 11 sağ tərəfə keçəndə işarəsi dəyişəcək. 3 üstəgəl 11 olacaq. 7x olacaq 14. X olacaq 2'yə bərabər. Tənliyin kökünü tapın. X'in qiyməti E variantı 2. Müəllim, mən cavabı aparıb yerinə qoyub elə hesablayıram deyən müdavimiz. İmtahanda hər zaman cavablar bu şəkildə ədədlər formasında verilmir. İnteqrasiya tipli suallar da düşür bizə. Növbəti suallarda onlarda görəcəksiniz ki, variantlar özləri ayrı-ayrı bir sual və şərt ola bilir ki, ona görə yerinə qoymaq üsulunu yox, bu üsulu mütləq şəkildə öyrənin. Gəldik ikinci sualımıza. İkinci sualda fikir versəz, sağ tərəfdə heç bir x, yəni məchul yoxdur. Buna görə sağ tərəfin cavabını mən birbaşa yaza bilərəm. Ürəyini istəyirsə 200-dən 150-ni çıxın, mötərizənin içərisində 200-dən 150 çıxan neçə eləyir? 50. Sonra 3'ü 50'yə vurun, eləsin 150. Ürəyiniz də istəmirsə, müəllim, mən vurub açmaq istəyirəm. Buyur, vurub aç. 3'ü vur 200'ə 600, çıx 3'ü vur 150'yə 450. Yəni elə də belə də nə edirsən elə sağ tərəfin cavabı 150'dir. Bu dəyişməyəcək. Sol tərəfə baxaq. Sol tərəf hələ ki köçürüm. 6 vurulsun 10x, üstəgəl 25, çıx 420 bərabərdir. Buranı bildiniz ki, 50'ni 3'ə vuranda 150. Yazdım bura 150. İndi bəzi müdavimlər mötərizəni vurub açmağı xoşlayırlar. Bəzi müdavimlər 420'ni sağa keçirməyi xoşlayırlar. Seçim sizindir. Sizə necə rahatdır, hansı əməliyyat sizə uyğunsa, hansı sizə rahatsa onu seçə bilərsiniz. Mən yazacağım 6 vurulsun 10x üstəgəl 25 bərabərdir 150'nin üzərinə nə gələcəm? 420 gələcəm. Yəni nədən 420 çıxanda 150 eləyir? 150'nin üzərinə 420'ni gəldim. 6 vurulsun 10x üstəgəlsin 25 bərabərdir 150 üstəgəl 420. Neçədir? 570 elədi. Müəllim, mən mötərizəni vurub açdım. Halaldır sənə əziz müdavim. Mən isə 570'i 6'ya bölürəm. Yazıram 10x üstəgəl 25 bərabərdir. 570'i böldüm 6'ya. Neçə elədi? 95 elədi. 10x bərabərdir. 95'dən 25'mi çıxacam. Eləyəcək 10x bərabərdir 70, x bərabərdir 7. Doğru cavabımız D variantı demək istəyərdim, amma demirəm. Çünki tənliyin kökünün 2 mislini istəyir. Yəni 7'nin 2 misli 14 C variantı bizim doğru cavabımızdır. Gəldi 3-cü sualımıza. Gəlin köçürək 3-cü sualı. 49 bölünsün. Mötərizə açdım 100. Çıxılsın mötərizə 3 vurulsun 21 üstəgəl.
Mötərizə 5x üstəgəl 5 bağla mötərizəni. Böl 11 bağla. Deməli, bunun üçün bağladı, bunun üçün bağladı. Bir dənə də bağla və bir dənə də bağla. Bərabərdir 7. Baxa, 1, 1, 2, 2, 3, 3, 4, 4. Aha, düzdür. Mötərizələrimiz öz yerində. Hər şey doğrudur. Yaxşı müəllim. Nə edirik? 49-u nəyə bölsəm 7 eləyər? Bax, belə bir sual verirəm. Sizcə 49-u nəyə böləndə 7 eləyir? Təbii ki, 7-yə. Yəni, biz burada altından xətt çəkdiyim hissənin 7-yə bərabər olduğunu anlayırıq. Elə ki, bərabərlik gəlib mötərizəyə çatdı, tık 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 qapısını döyür. Bir mötərizə, bax, yadında saxla, bir mötərizə sağdan silirsən, birini soldan silirsən. Və sual verirsən, 100-dən nəyi çıxsam 7 eləyər? Təbii ki, 100-dən 93-ü çıxsan 7 eləyər. Buna görə altından xətt çəkdiyim hissə nəyə bərabər qalır? 93-ə bərabər qalır. Bir mötərizə sağdan siləcəm, bir mötərizə də soldan siləcəm. 3-ü nəyə vursalar 93 eləyər. Buna görə 93-ü 3-ə böləcəm. Eləyəcək 21, üstə gəlsin 5x üstə gəl 5, bağla böl 11, düzdürmü? Mötərizəmiz də var burada, bağlı. Bərabər 93-ü 3-ə böldüm, elədi 31. Yenə davam edirəm, bir mötərizə sağdan, birini soldan silirəm. Qaza gələn müdavimlər 31-i 11-ə vurmaq istəyirlər. Amma qaza gəlməyən müdavimlər başa düşür ki, toplama və bölmə tənlikdə hansı zəifdirsə o məhv olunur. Ən zəifi toplama olduğuna görə bölməyə nisbətən. Biz birinci toplamanı məhv edirik. 21-in üstə nə gəlsəm 31 eləyər. 31-dən 21-i çıxıram. 31-dən 21-i çıxanda edir 10. Nəyi 11-ə bölsəm 10 edər. 10-u 11-ə vururam. 5x üstə gəl 5 bərabərdir 110. 5x bərabərdir. 110-dan 5-i çıxıram. 105. X də bərabərdir. 21. Qutardı getdi. Deməli, x-in qiyməti E variantı 21-ə bərabərdir. Baxaq növbəti sualımıza. Növbəti sualımız inteqrasiya tipli sualdır. Yəni, siz bunu imtahanda da görə bilərsiniz. Ona görə diqqətli olun bu sualda. Mötərizəmizi açdıq. 4x üstə gəlsin 12. Bağla mötərizə. Böl 6 çıxılsın 5. Bağla. Üstə gəl 10. Bağla. Bərabərdir. 10-u 7-yə vuranda bilirsiniz 70 edir. 70-in üstə 3 gələndə 73 edir. Yəni, burasını uzatmadım da. İndi bir mötərizə sağdan silirəm, birini soldan silirəm. Nəyin üstünə 10 gəlsə 73 edər? 73-dən 10-u çıxıram. 73-dən 10-u çıxan neçə eləyir? 63 qalır. Bir mötərizə sağdan silirəm, bir mötərizə soldan silirəm. Nədən 5 çıxsam 63 eləyər? 63-ün üstə 5 gəlirəm. 63-ün üstə 5 gəndə eləyir 68. Və sual verirəm ki, nəyi 6-ya bölsəm 68 eləyər? 68-i 6-ya vururam. Olur 4x üstə gəlsin 12 bərabərdir. 6-nı 8-ə 48, 4 yadda. 36, bu da 4, 4'ü 8. 4x bərabər 408-dən 12-ni çıxacam. 408-dən çıxıram 12-ni. 6, 9, 3, 396 elədi. X də bərabərdir 396-nı böləcəm 4-ə. Eləyəcək neçə dəfə? 9 dəfə çıx 36, 36-nın içərisinə 9. Cavab oldu 99. İndi variantlardan hansının cavabı 99-dur, buna baxacağım. Rəqəmləri müxtəlif. Ən böyük iki rəqəmlər də bərabərdir. Səhvdir. Rəqəmləri eynidir bunun. Ən böyük iki rəqəmlər də bərabərdir. Bu doğrudur. Ən böyük bir rəqəmlər ədədin 10-a hasildir. Səhvdir. Ən böyük bir rəqəmlər 9-dur. 9-un 10-a hasili bərabər 90. Doğru cavab tapmışıq, amma yenə də təsdiqləyək. Rəqəmlərin müxtəlif ən kiçik iki rəqəmli ədəddən rəqəmlərin müxtəlif ən kiçik iki rəqəmli ədəd 10-dur. 3 vaat kiçikdir, doğru deyil. Ən kiçik bir rəqəmli ədədin 4 mislinin 9 artı səhvdir. Cavab oldu B variantı bizim doğru cavabımız. Belə əziz izləyicilərimiz, bu sualı isə sizə tapşırıq 1 olaraq veririk. Videonun rəy bölməsinə bu sualın doğru cavabını mütləq qeyd edin. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq bizim tam sıfırdan yeni qruplarımıza qoşula bilərsiniz. Videonu bəyənin, paylaşın və rəylərdə öz sözlərinizi bildirməyi unutmayın. Sağ olun, növbəti video dərslərdə görüşərik. Hələlik.